Dünən bir xəstə yanına getmişdim. Əməliyyatdan çıxmışdı. Hardasa bir aydır əməliyyatdan çıxıb. Xəstəliyi nə idi? Böyrək əməliyyatı olunmuşdu. Xanımın qardaşı 45-46 yaşında bir qardaşının böyrəkləri fəaliyyətdən dayandığı üçün xanımın böyrəyi onun orqanizminə uyğun gəldiyi üçün böyrəyinin birini qardaşına vermək qərarı alınıb, yəni verilib. Hal-hazırda artıq bir aydılar hər ikisi həyata normal dərəcədə yaşamağa davam eləyirlər və yaşayırlar. Xanımı gördüm, qucaqladım, ağladım, dedim, sən çox şanslı bir insansan ki, yəni bir orqanınızla həyata tutuna bilinməyəcək bir xəstəliyi olan qardaşı həyata qaytara bilmişsiniz və hər ikiniz yaşayırsınız. Ona görə sən çox şanslısan və xoşbəxt bir qadınsan ki, bu dəqiqə yəni qardaşının canının içində sənin bir canın var. İkiniz də bir ürəyiniz bir döyünür, yəni qardaşın da yaşayır, çox şükür, sən də yaşayırsan. Kaş ki dedim, qardaşım sağ olaydı, gözlərimi istəyəydi, gözlərimi verərdim. Amma kaş kilər hər zaman, yəni kaş ki həmişə bizi belə xəyal qırıqlığına uğradır, deyirlər, yəni kaş ki dediyimiz çox şeylər olur həyatda. Ona görə sən o kaş kimi deməyəcəksən və Allah dedim sizə, sənə də qardaşına da can sağlığı versin, həyatınızı elə davam edə biləsiniz.